إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين أما بعد. Əziz məclis iştirakçıları, həmçinin əziz izləyicilər, hamımız uca Allahın salamı və İslamın təhiyyəti ilə salamlayırıq. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Sonra şükürlər olsun Allah ki, bizləri saysızca insanlar içərisindən seçib bizlərə hidayət vermişdir. Uca Allahdan istəyirəm ki, bizləri bu hidayət yolunda sabit eləsin. Və həmçinin uca Allahdan istəyirəm ki, bugün bu məclisin qurulmağında səbəbkar olan körpə balamızı salihlərdən eləsin, hansı ki, onun əqiq məclisinə yığışmışıq və valideynlərin gözünü aydın eləyən evladlardan olsun. Cəaləhəllahu mübarəkətən alə ümməti Muhammedin sallallahu aleyhi ve sellem. Allah Teala bu uşağı Muhammed ümmətinə bərəkətli evlad etsin. Necə Həsən Əl-Basri rəhiməhullah təzə doğulan uşaqlara bu duanı eləyərdi. Və bu günləri bizim çox hörmətli qonaqlarımız var. Sağ tərəfdə Bəhrəm müəllim, digər tərəfdə Süleyman müəllim və mən fürsətdən istifadə edib sözü o qardaşlara vermək istəyirəm ki, qoy məclisimiz biraz da xeyirli, bərəkətli olsun. Həmçində onlar da öz faydalarını vermiş olsunlar. Sünniyə uyğun olaraq icazə verirsə sağ tərəfdən başlayaq. Bəhrəm müəllimdən. Bismillah. Süleyman Soğuk. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Mən də balamızı Allah Subhanahu Taala'dan təqva diləyirəm və Allah Subhanahu Taala'dan istəyirəm ki, Allah Subhanahu Taala onu Muhammed sallallahu aleyhi ve sellemin ümməti üçün mübarək qullarından etsin. Və Allah Subhanahu Taala onu təqvalı qullarından etsin. Valideynlərin qurratul ayn, göz bəbəyi olan qullarından etsin. Və ağalı mən Allah Subhanahu Taala bərəkət versin. Müəllimimizdir, barakallahu fikum. Və sünni olaraq sağ verdi, amma əlhamdülillah ağal müəllim də, Süleyman müəllim də elmdə də və fəzilətdə də bizdən də üstünlük və bizdən də böyüklər. Barakallahu fikum. Allah sizə bərəkət versin. Muhammed sallallahu aleyhi ve sellem'in üstünlüğü haqqında İbn Abbas radıyallahu anhu'dan, daha doğrusu Abbas radıyallahu anhu'dan, Muhammed sallallahu aleyhi ve sellem'in əmisi Abbas radıyallahu anhu'dan soruşurlar ki, sən böyüksən yoxsa Muhammed sallallahu aleyhi ve sellem? Abbas radıyallahu anh buyurur ki, mən Muhammed sallallahu aleyhi ve sellem'dən qabaq doğulmuşam, amma o məndən daha böyük. İndi qardaşlar da əlhamdülillah, elmdə də, fəzilətdə də əlhamdülillah bizdən də daha üstünlüklər. Allah Subhanahu Taala bərəkət versin. Allah Subhanahu Taala bizlərin hamımızı müvəffəq etsin, özünü sevib razı qaldığı əməllərə. Və qısa olaraq da qardaşlar, Allah Resulü sallallahu aleyhi ve sellemin hədislər var, gözəl hədislər var, hansı ki bizim hər birimizə Allah Resulü sallallahu aleyhi ve sellemin həmin hədislərinə öyrənmək, onların şərhinə baxmaq, onları öz həyatımıza tətbiq etmək lazımdır. Tətbiq etmək vacibdir, lazımdır olmalıdır. Və həmin hədislərdən də bir neçəsi var ki, hansı ki bugün bizdə özümüzə lazım olan, öz övladlarımıza öyrətməsi olan, öyrədəcəyimiz olan, yəni böyük əməllərdir. Və həmin hədislərdən də, həmin əməllərdən də biri həya haqqındadır. Həmin əməllərdən də biri həya haqqındadır. Yəni müsəlmanın həyalı olması. Müsəlmanın həyalı olması. Yəni həya dinimizin bizə təlqin etdiyi, Muhammed sallallahu aleyhi ve sellemin bizə öyrətdiyi ən üstün, ən keyfiyyətli xüsusiyyətlərdən, əməllərdən biridir. Barakallahu fikum. Allah Resulü sallallahu aleyhi ve sellemin hədisində buyurur ki, Əl-həyəu minəl iman vəl-imanu fil cənnə. Həya imandandır. İman da cənnətdədir. Bax, həya imandandır, iman da cənnətdədir. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem hədislərində həmişə diqqətlə baxıb, dinləyib nə etmək lazım? Yəni həmin hədisləri çalışıb həyatımıza tətbiq etmək lazım. Yəni boşu-boşuna buraxmaq lazım deyil də. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem o hədisləri və Allah subhanahu dinin şəriətini bizə göndərib. Allah Resulü sallallahu aleyhi ve sellem o hədisləri bizə danışıb. Nə üçün? Yəni bizim həyatımızın, bizim yaşayışımızın
gözəl şəkildə olması üçün və həmçinin axirətimizin gözəl olması üçün. Barakallahu fikum. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əl-həyəu minəl iman. Həya imandandır. Vəl-imanu fil cənnə. İman da cənnətdədir. Və sonra dalınca buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm Vəl-bəzəu minəl cəfə. Vəl-cəfəu finnar. Bəzə, yəni pis danışıq, çobud danışıq, çobudluq, yəni pis o nalayıq danışıq nədir? Çobudluqdandır. Yəni nalayıq, ağzını açanda görsən söyüşlə açır. Yəni həya yoxdur. Həyasızcasına bizdə yəni bir də həyasızcasına danışır. O həyasızcasına danışıq deyir çobudluqdandır. Və çobudluq da nədir? Cəhənnəmdədir. Allah subhanahu qorusun. Yəni bu da həmin bu sifətin, bu vəsfin, həyanın, yəni həya sifətinin, həya xüsusiyyətinin yəni necə də önəmli, yəni bizim üçün necə də önəmli bir xüsusiyyət olduğuna dəlalət edir. Və Allah Resulü sallallahu aleyhi və səlləmin həya haqqında da bir hədisi var. Allah Resulü sallallahu aleyhi və səlləm öz sahabələrinə öyrədir. Allah Resulü sallallahu aleyhi və səlləm öz sahabələrini sevirdi. Və bir insan sevdiyinə nəyi öyrədir? Yəni onlara ən üstün keyfiyyəti, ən üstün yəni nədir? Onlara lazım olan məsələləri öyrədir. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, sahabələrinə bir yerdə olduqları vaxt. İstəhyu minallah haqqal həyə. Allahdan haqqı ilə həya edin. Allahdan haqqı ilə həya edin. Və İbn Məsud radiyallahu anh deyir və deyir ki, İbn Məsud radiyallahu anh deyir ki, biz dedik ki, İnnə lənəstəhyi ya Rasulallah və elhamdülillah. Biz dedik ki, ya Rasulallah, biz elhamdülillah həya edirik. Və Allah Resulü sallallahu aleyhi ve sellem orada deyir ki, Allahdan haqqı ilə həya edin. İbn Məsud radiyallahu anh deyir ki, ya Rasulallah, biz yəni elhamdülillah həya edirik. Demədi haqqı ilə həya edirik. Çünki nədir? Haqqı ilə həya etmək bu nədir? Nəfsi təzkiyə etmək kimidir ki, nədir? Sahabələr bunu öyrətmiş olurlar ki, insan öz nəfsini təzkiyə etmiş olmasın. Və Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, leysə zək. Yəni bu sizin o dediyiniz deyil. Yəni bu sizin dediyiniz həya o deyil. Lakin əl-istihyə innəllah haqqal həyə ən təhfəzər rəsə və mə vəə və ən təhfəzəl bətnə və mə həvə və ən tətəzəkkərəl məvtə vəl-bilə və mən ərədəl əxirətə tərəkə zinətəd dünya. Fəmən fəalə zəlikə fəqad istəhyə minəllah haqqal həyə. Və Allah Resulü sallallahu aleyhi və səlləm onlara Allahdan haqqı ilə həya etməyi onlara başa salır, buyurur ki, yəni Allahdan haqqı ilə həya etmək nədir? Başı və ordulanları qorumaq. Başı və ordulanları qorumaq. Başda nə var qardaşlar? Göz, qulaq, dil və bir də insan fikirləri. Yəni fikirləri qorumaq çox önəmlidir qardaşlar. Barakallahu fikum. Yəni fikirləri qorumaq çox önəmlidir. Hətta İbn Qayyim rahmehullahın sözü var ki, fikirlər bir dəyirman kimidir. Ya ora yəni buğda tökəcəksən, dəm verəcək, fayda verəcək, ya da indi şeytan orada daşqın tökəcək, nədir? Xarab olacaq. Yəni ona görə nədir? Fikirləri, insan öz fikirlərin həmişə ondan yəni gələn o pis fikirlər ki var, daim ondan Allaha sığınmalıdır. Əuzubillahi minəşşeytanirracim. Yəni şeytana Allaha sığınmalıdır və daim bu yəni fikirlərin qorumalıdır. Allah subhanahu taalanın bu yaratdıqları haqqında fikirləşməlidir ki, necə də əzəmətli yaradıqlar var. Allah subhanahu taalanın necə də əzəmətli yaratdıqları var. Həmçinin gözün qorumalıdır. Başda olan qorumaq, gözü qorumalıdır haramlardan. Və həmçinin dilin qeybətdən qorumalıdır. Və qulağın da haramlara qulaq asmaqdan, ümumən yəni dilə, gözə, qulağa aid olan nədir? Günahlardan, başında olan bu dilin, gözün, qulağın qorumalıdır. Və sonra Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, ondan sonra bətni və ordu olanları qorumaq. Və alimlər burada buyurur ki, barakallahu fikum. Bətində olan nədir qardaşlar? Ən önəmli qəlb. Ən önəmli qəlb. Yəni qulun da üzərinə düşəsi, qorunması vacib olan ən önəmli yer qəlbdir. Çünki qəlb bütün əzaların padşahıdır. Qəlb bütün əzaların padşahıdır. Yəni ki, Allah Resulü sallallahu aleyhi və səlləmin hədisində gəlir, hamımızın bildiyimiz məşhur hədis. Ələ və innə fil cəsədə mudğətən izə salihət, salihəl cəsədə kulluhu və izə fəsədət, fəsədəl cəsədə kulluhu ələ və hiyəl qalb. Bilin və agah olun ki, qəlbdə, bilin və agah olun ki, bədəndə bir ət parçası var. O əgər islah olarsa, sağlam olarsa, bütün bədən islah olar, sağlam olar. O əgər fəsada uğrayarsa, bütün bədəndə fəsada uğrayar. Bilin və agah olun ki, o qəlbdir, bir Allah Resulü sallallahu aleyhi ve sellem. Əbu Hüreyrə radiyallahu anhunda
bir sözü var qəlb haqqında ki, Əbu Hüreyrə radiyallahu anh buyurur ki, qəlb bütün bədən üzvlərinin padşahıdır. Qəlb bütün bədən üzvlərinin padşahıdır. Və o bədən üzvləri, əzalar da onun əskərləridir. Əgər deyir, padşah islah olarsa, onun qoşunu da əskərləri də islah olar. Padşah fəsada uğrayarsa, onun qoşunları da nə olar? Fəsada olar. Ona görə də nədir? Birincisi qəlbi qorumaq lazım ki, qəlb islah olandan sonra, qəlb düzələndən sonra da dil də düzələcək, göz də, qulaq da və ayaqlar da, əllər də nədir? Bunlar da islah olacaq, düzələcək. Allah Subhanahu taala bizləri müvəffəq etsin. Və həmçinin ondan sonra yəni bətndə olan Allah Resulü sallallahu əleyhi və səlləm dediyin qorumaq, mədəni qorumaq. Nəydən? Haramlardan qorumaq. Allah Subhanahu bizləri hamımızı müvəffəq etsin. Mədəni ona yəni gedəcək haramlardan, yəni ora haram tikə getməsindən, haram su içilməsindən, haram yeməkdən, içməkdən insanın öz mədəsini qoruması. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim ölümü ve sonra çürüməyi xatırlayarsa, və kim ölümü və ondan sonra çürüməyi xatırlayarsa, artıq dünyanı və onun zinətini tərk etmiş olar. Kim və deyir, yəni həyalı olmaq həmçinin yəni ölümü və ondan sonra çürüməyi xatırlamaq. Ölümü və ondan sonra çürüməyi xatırlamaq. Və ən tətədəkkərəl mevt vəl bilə. Ölümü və ondan sonra çürüməyi xatırlamaq. Və deyir, kim bunları edərsə, artıq Allahdan haqqı ilə həya etmiş olar. Kim bunları edərsə, artıq, yəni və deyir Allah Resulü sallallahu əleyhi və səlləm axirəti istəyən dünyanın bərbəzəyindən üz çevirmiş olar. Axirəti istəyən bir kəs dünyanın bərbəzəyindən üz çevirmiş olar. Və kim bunu istəyərsə, Allahdan haqqı ilə həya etmiş olar. Deməli, Allahdan haqqı ilə həya etmək nə oldu? Barakallahu fikum. Başı ordu olanları qorumaq və qarını ordu olanları qorumaq və axirəti fikirləşmək və ölümü və ölümdən sonra çürüməyi fikirləşmək və həmçinin kim axirəti istəmək, Allah axirəti istəmək və dünyanın bərbəzəyinə aldanmamaq. Və Allah Resulü sallallahu aleyhi və səlləmin vəsfi haqqında gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləmin vəsfi haqqında gəlir ki, kənin Nəbi sallallahu aleyhi və səlləm əşəddə həyəən minəl-əzrai fi xidrihə. Allah Resulü sallallahu aleyhi və səlləm, yəni Allah Resulü sallallahu aleyhi və səlləm bizə həyanı öyrədir. Allah Resulü sallallahu aleyhi və səlləm özü nədir? Ləqad kənə ləkum fi Rasulillah usvatun həsənə. Allah Resulündə sizin üçün gözəl örnəklər var. Yəni Allah Resulü sallallahu aleyhi və səlləm bunu dilində bizə deyir və əməlində də bunu bizə öyrədir. Necə ki, hədisdə gəldiyi kimi Allah Resulü sallallahu aleyhi və səlləmin vəsfindən Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, Allahın elçisi sallallahu aleyhi və səlləm çadırında olan bakirə qızdan daha həyalı idi. Allah Resulü sallallahu aleyhi və səlləm qızdan daha həyalı idi. Allah alimlər, yəni burada nədir? Bir çox faydalar çıxardılar. Barakallahu fikum. Birinci nədir? Yəni qadının həyalı olması. Yəni ümumən həya vəsfi, həya sifəti çox üstün bir sifətdir. Yəni çox üstün bir keyfiyyətdir, üstün bir əxlaqdır. Və xüsusilə də qadın üçün. Ümum olaraq hamı üçün, xüsusilə də qadın üçün nədir? Hansı ki bu hədisdə də qeyd olundu, nədir? Yəni çadırında olan qızdan daha həyalı idi. Yəni qadının vəsfi, yəni həya qadının ayrılmaz bir vəsfidir. Yəni qadın xeylağı Allaha iman gətirmiş. Mömin müsəlman bir qadın həyalı olmalıdır. Və bunu biz öz övladlarımıza daim öyrətməliyik. Görürsən günümüzdə nədir? Qadınlara qarşı, hicaba qarşı nə edirlər? Kampaniyalar aparırlar. Yəni hicabı sanki geridə qalmış kimi və yaxud da övladlarımızı nədir? Sanki biz məcbur eləyirik kimi. Amma nədir? Biz övladlarımıza ən üstününü öyrədirik. Yəni yəni qadınlığın tələb etdiyi vəsflər, xüsusiyyətlər var. Hansı ki ən keyfiyyətli, ən üstün xüsusiyyətlər də bunlardır. Onlardan da biri, ən üstünlərindən biri həyalı olmaq. Məhz biz bunu öz övladlarımıza öyrədirik. Nə olsunlar? Yəni onlar övladlarımız həyalı olsunlar. Yəni həm oğlan, həm qız xeylağına. Xüsusilə də qız xeylaqlarına. Və orada bir diqqət çəkən alimlər buyurur, diqqət çəkənlərdən yəni hədisdə keçən nədir?
çadırında olan, yəni qız xeylağının vəsfindən ki nədir? Və qarna fi buyutikunna və la təbərrəcən təbərrücəl cahiliyyətil ulə. Evlərinizdə qərar tutun. Allah Subhanahu Muhammed sallallahu əleyhi və səlləm zövcələrinə deyir, evlərinizdə qərar tutun, cahiliyyə dövründəki kimi bəzənib çölə çıxmayın. Və orada da hədisdə keçir nədir? Çadırında olan, yəni qadın xeylağının vəsfindədir ki, qadın xeylağının xüsusiyyətlərindən, xislətindən ki, yəni çox qarışmasın. Çünki insanların arasına qarışmaq, xüsusən də yəni görürsən yad insanların, yad kişilərin arasına çıxmaq qadının həyasının getməsinə səbəb olur. Qadının həyasının nədir? Aradan qalxmasına səbəb olur ki, yəni qadının vəsflərindəndir ki, daim öz evində övladlarının üzərində, yəni onların tərbiyəsi ilə məşğul olması və insanların arasına belə qırağa bucağa çox çıxmaması. Bu da nədir? Bu da qadınların xüsusiyyətlərindəndir. Qadınların xüsusiyyətlərindəndir. Və həmçinin həyalı olmağın üstünlüklərindəndir ki, alimlər buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem hədisini gətirirlər və hamımızın bildiyi bir hədisdir. Yəni bir insanın özünün həyalı olması başqalarına da onun həyası təsir edir. Bir insan özü həyalı olduğu vaxt, hətta qarşısındakı insan ondan daha üstün, daha fəzilətli olsa belə, o həya digərlərində təsir edir. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm oturduğu vaxt dizləri açıq olur. Yəni sırmalanır dizlərinə qədər. Və Abu Bakr radiyallahu anh gəlir, Ömər radiyallahu anh gəlir və Allah Resulü sallallahu aleyhi və səlləm uzanıqlı olur, ya dizləri açıq olur, durmur. Osman radiyallahu anh gəlib üzün istədiyi zaman durur Allah Resulü sallallahu aleyhi və səlləm. Və deyir ki, yəni Osman radiyallahu anh həyasına görə və ondan sonra soruşulduqda deyir ki, yəni mələklərin həya etdiyi bir insandan mən həya etməyim mi? Hansı ki, Allah Resulü sallallahu aleyhi ve sellemlə Osmandan daha fəzilətlidir, elədir. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem burada şək yox, şübhə yox ki, Allah Resulü sallallahu aleyhi ve sellem əfdalul bəşər, yəni bəşərin yaradılışının ən xeyirlisidir sallallahu aleyhi ve sellem. Osman radiyallahu anh həyalı olması nədir? Yəni təsirlə də hətta nədir? Allah Resulü də sallallahu aleyhi və səlləmin onun üçün qalxmasına, onun üçün etməsinə, yerindən durmasına və aşağı salmasına, paltarın aşağı salmasına. Bu da nədir? Bu da insanın həyalı olması, digərlərinə təsir edir. Digərlərinə təsir edir ki, Allah Subhanahu bizim hamımızı müvəffəq etsin. Allah Resulü sallallahu aleyhi və səlləmin həyatını öyrənib, gözəl şəkildə öyrənib, fəhm eləyib, öz həyatımıza tətbiq etməyə və övladlarımıza öyrətməyə Allah Subhanahu bizləri müvəffəq etsin. Və Allah daha doğrusunu bilir. Subhanakallahumma və bihamdika əşhədu en la ilahe illa ente estağfiruke ve etûbü ileyk. Allah razı olsun. Teşekkür ederim. Allah elimize bereket versin. Cezakumullah hayra. Bu şey. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Mən də qardaşın övladını olması münasibəti ilə təbrik edirəm. Allah Azze ve Celle Muhammed ümməti üçün xeyirli, bərəkətli övladlardan etsin. Amin. Cəaləhəllah mübarəkətən aleykum və li ümməti Muhammedin sallallahu aleyhi və səlləm. Və mən də Bəhram müəllimdən təsirlənərək istəyərdim ki, onun faydalarından, yadıma düşən faydalardan istifadə edərək bir-iki fayda deyim. Ola bilsin ki, Allah Azze ve Celle eşidənlər üçün faydalı etsin. Həqiqətən bu əqiq məclisidir. Əqiq məclisi ibadətdir. Yəni bilirsiniz, qurban kəsmək. Qurban kəsəndə insanlar iki şey var. O iki şeydən çoxu vaxtı görsən ki, əsasa fikir verənlər az olur. Əsasa fikir verənlər az olur. Birinci nədir? İbadət. İkincisi ət. Çoxu vaxt insanlar qurban kəsəndə ətə fikir verir. İbadətə yox. Lakin qurban kəsməkdə məqsəd ət yox, ibadətdir. Allah Azze ve Celle buyurur ki, lən yənəlallah lühumuha və lə dimauha
وَلَكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ. Deyir ki, Allaha onun nə qanı, nə ətləri çatmaz. Allaha çatan sizin təqvanızdır. Ona görə həmişə insan qurban kəsəndə düşünməlidir ki, ətdən çox təqva var burada. Eləcə də övlad olmaq münasibəti ilə insan əqiq qurbanı kəsir. Həmişə fikirləşməlidir ki, məclisdən çox, yeməkdən, içməkdən çox burada ibadət var. O qanın Allah üçün axıdılması var. O heyvanın Allah üçün kəsilməsi var. Allaha şükür əlaməti olaraq ki, bu övlad olub. Elə bu övladın tərbiyəsində böyük rol oynayır. Atanın ixlasla hərəkət etməsi. Və sonra da yəni övladların islah olması üçün yəni alimlər deyir ki, ən böyük amillərdən biri atanın duasıdır, ananın duasıdır. Vallahi dua islah edən qədər heç nə islah edə bilməz. Həqiqətən necə ki alimlər deyir, bax peyğəmbərlər olub övladları islah olmayıb. Salihlər olub övladları islah olmayıb. Və onlar bütün əlindən gələn şeyləri ediblər. Deməli, hidayət Allahın əlindədir. Rabbənə lə tuziq qulubənə bə'də iz hədeytənə və həb lənə min lədunkə rəhmə innəkə əntəl vəhəb. Ey Rəbbimiz, lə tuziq qulubənə, qəlblərimizi azdırma, yayındırma, çaşdırma. Bə'də iz hədeytənə, bizə hidayət verəndən sonra. Və həb lənə min lədunkə rəhmə, öz tərəfindən bizə bir rəhmət, yəni hidayət bəxş et. İnnəkə əntəl vəhəb. Deyir, həqiqətən vəhəb sənsən. Vəhəb yəni bəxş edən. Yəni bu Ali İmran surəsində olan ayətlərdən. Deməli, hidayət Allahın əlində. Ona görə çoxlu, baxsaq hətta Peyğəmbər sallallahu aleyhi ve sellem nə qədər övladlar üçün dua edib. Hər dəfə Həsən Hüseyni görəndə onlara dua edir. Uizukumə bi kəlimətilləhi təmmə min kulli şeytanin və həmmə və min kulli aynin ləmmə. Yəni deyir, Allahım onları bütün şeytandan və zərər vericilərdən onları mühafizə elə. Yəni şeytandan mühafizə olunan uşaq salihlərdən olacaq. Bu duanı edəndə biz nəinki onu ilandan, ayandan, çayandan, hətta onların şeytandan qorunmasını, yəni qəlbimizdə o fikri keçirmək, o ixlasdır. Yəni əsas Allah bunu şeytandan qorusun. Və övladların şeytandan qorunması Allahdan bir rəhmətdir, lütfdür. Və bundan sonra, yəni əgər ata ixlaslı olarsa, onun övladının olması haqqında, necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, təzəvvəcu əl-vəlud vəl-vədud. Deyir, çox uşaq dünyaya gətirən və həmçinin sevən qadınlarla evlənin. Çünki mən sizin qiyamət günü çoxluğunuzla öyünəcəm ümmətlər arasında. Deməli, müsəlmanlar üçün uşaqların çox olmağı ibadətdir. Bu ixlasdır. Və sonra duanı çoxaltmaq və sonra da onlara təlim etmək, öyrətmək. Və diqqət elə təlim mövzusunda bir hədis var. Hamının bildiyi hədisdir. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem elə öz övladı yaşında olan, övladlarından da yaşda balaca olan əmisi oğlunu tərbiyə edir. İbn Abbas radiyallahu anhümə. Və ona elə bir hədis öyrədir ki, o hədisdən sonra o ümmətin ən böyük alimlərindən olur. O hədisin təsiri ilə, o əxlaqın, o tərbiyənin təsiri ilə o ümmətin böyük alimlərindən olur. Hansı hədisdir o hədis? O hədisdir ki, İbn Rəcəb rahimehullah öz şeyxlərindən, alimlərdən nəql edir ki, qalə ba'dul uləmə. Bəzi alimlər deyir ki, hər bir müsəlmana bu hədisi öyrənmək və bu hədisi özünün övladlarına, uşaqlara əzbərlətmək, öyrətmək vacibdir. Hətta bəzi alimlərdən nəql edir ki, çox təəssüf olsun bəzi insanların halına ki, bu hədisi yaxşı başa düşməyiblər. Onların halına çox təəssüf olsun. Əgər kim bu hədisi gözəl şəkildə başa düşərsə, o dünyada böyük xeyirlərə nail olar. Nəinki uşaqlar, hətta böyüklər üçün böyük xeyirdir bu hədis. Və o hədis ki, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem öz əmisi oğlu uşaq olur, təxminən 10-a yaxın yaşları olur. İbn Abbasın radiyallahu anhümənin deyir ki, ya quləm, ey oğul, inni uallimuke kəlimətin. Deyir ki, mən sənə bəzi kəlmələr öyrətəcəm. Deyir, ihfazillah ihfazak. Deyir ki, Allahı qoru ki, Allah da səni qorusun. İhfazillah təciduhu tucahək. Allahı qorusan, onu önündə taparsan. Və bir rəvayətdə gəlib ki, ihfazillah təciduhu əməmək. Yəni, öz qarşında taparsan Allahı. Və sonra deyir ki, təarraf
İzə səəltə fəsəlilləh. İstəyəndə yalnız Allahdan istə. Və izə istəəntə fəstəin billəh. 2. Yardım istəyəndə yalnız Allahdan yardım istə. Təarraf ilallah firraxa ya'rifkə fi'şiddə. Asanlıq vaxtı Allahla ol ki, yəni Allahın dediklərinə əməl et ki, çətinlik vaxtı da Allah sən deyənləri yerinə yetirsin. 2. Va'ləm. Bil ki, ennel ümmətə ləv iştəməət alə ən yenfa'uke bi şeyin ləm yenfa'uke illə bi şeyin qad ketəbəhullahu lək. 2. Bütün insanlar yığışıb sənə xeyir vermək istəsələr, Allahın yazdığından artıq xeyir verə bilməzlər. Bütün insanlar yığışıb sənə zərər vermək istəsə, Allahın sənin əleyhinə yazdığından artıq sənə zərər verə bilməzlər. Rufiyyətəl əqləm və cəffətüs suhuf. 2 qələmlər qaldırılıb və səhifələr quruyub. Bu hədisin bir cümləsinə istəyirəm onunla olan bəzi faydaları deyim, sizə çox yormayacağım. Deyir ki, ihfazillah yahfazak. Allahı qoru ki, Allah da səni qorusun. Nə deməkdir Allahı qoru? Allahı qorumağın bir neçə yolları var. Birinci, Allahın tövhidini qorumaq. Deyir ki, Allah Quran-ı Kərimdə ilk əmri bizə tövhid əmri verib. Deyir ki, Ya yuhannəsu'budu rabbakum. Ey insanlar, yalnız Rəbbinizə ibadət edin. Bu qaydadır ki, əgər Allah Quran-ı Kərimdə ibadət kəlməsi istifadə edirsə, deməli orada ibadətdə Allahı təkləşdirməyə qəsd edir. Yəni, Peyğəmbər sallallahu aleyhi ve selləm Peyğəmbər kimi göndərildiyi vaxt müşriklər Allaha ibadət edirdilər. Deməli, Allah onlardan mücərrəd ibadət, yəni sadəcə ibadət istəmədi. İbadətdə Allahı təkləşdirməyi istədi. Ona görə Quran-ı Kərimdə harada ibadət kəlməsi keçirsə, deməli Allah orada bizdən yalnız Allaha ibadət etməyə qəsd edir. Ona görə ki, Ya yuhannəsu'budu rabbakum. Və ona heç nə şərik qoşmamağı qəsd edir. Ona görə nə deyir? Deyir ki, İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah özünə qoşulan şirki bağışlamır. Ondan başqa bütün günahları bağışlayır. Yəni günahdır ki, şirk bağışlanmır. Əgər insan bilərəkdən Allaha şərik qoşarsa, onun əməli puç olar. Yəni necə ki, ayədə Allah Azze və Cəllə buyurur. Ləin əşrakdə lə yəhbatanna əməlükə və lə təkunənnə minəl xasirin. Əgər sən Allaha şərik qoşsan, sənin əməlin puç olar və sən ziyana uğrayanlardan olarsan. Ona görə insanın tövhidlə Allaha ibadət etməsi, yalnız Allaha dua edib ondan yardım istəməsi Allahı qorumaqdan sayılır. İkinci, Allahı qorumaqdan baxın. Sırf şəriətdə bəzi ləfizlər var, qorumaq ləfzi ilə gəlir. Həfiza feili ilə gəlir. Allah Azze və Cəllə buyurur ki, Həfizu aləs salavat. Deməli, tövhiddən sonra ən böyük əmir namaz əmridir, ibadət. Allaha namaz qılmaq. Deyir ki, Həfizu aləs salavat və salatul vusta və qumu lillahi qanitin. Deyir ki, namazlarınızı qoruyun. Namazı qorumaq Allahı qorumaqdan. Əgər kim namazı qoruyarsa, Allah da onu qoruyar. Xüsusən orta namaza diqqət edin və Allah üçün qanitlər olun. Qanit yəni namazda mütüliklə durun. Namazda danışmayın, tərpənməyin, ora-bura baxmayın. Və sahabələr deyir ki, bu ayə nazil olana qədər biz salamı qaytarardıq namazda. Allah Resulü sallallahu aleyhi ve sellem sahabələr girirdi içəri, Peyğəmbər sallallahu aleyhi ve sellem namazdaydı. Necə ki, İmam Buxari rivayət edib. Və ona salam verərdilər, Peyğəmbər sallallahu aleyhi ve sellem deyərdi ki, və aleykum salam, namazın içində. Və hətta bu ayə nazil olana qədər. Bu ayə nazil olandan sonra və qumu lillahi qanitin artıq yəni namazda danışmaq haram edildi. Çünki namazda danışmaq olmaz, hətta salamı qaytarmaq belə olmaz. Ancaq işarə ilə necə gəlib, yəni insan namazda atsa belə əlini işarə edə bilər, yəni göyə qaldırmadan sadəcə işarə edir, namazı, salamı qaytara bilər. Və namazı qorumaq Allahı qorumaqdır. Və həmçinin namaz üçün bilirsiniz, dəstəmaz vacibdir. Dəstəmazı qorumaq da Allahı qorumaqdandır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, və la yuhafizu aləl vudu'i illə mu'minun. Dəstəmazını yalnız mömin qoruyacaq. Və kim dəstəmazını qoruyarsa, o Allahı qorumuş sayılır. Deməli, dəstəmazı qoruyan insanı Allah da qoruyacaq. Və həmçinin, necə ki, bayaq Bəhram müəllimin nəql etdiyi hədis İmam Tabarani rəvayət elədiyi, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, deyir ki, İnnəl istihya minəllah haqqal həyə ən təhfaza rə'səkə və mə və'ə. Deyir ki, başı və onun əhatə etdiyi şeyləri qoruyasan. Deməli, insanın gözünü və ən təhfaza, həfiza feili. Başı qoruyasan və başda olan qulağı, gözü, dili haramdan qoruyasan. Bunlar hamısı yəni, günahlar törədir. Qulaq günah törədir. Göz günah törədir.
Bax, telefonda gözü haramdan qorumaq. Hətta bir qadın insanın qabağına keçərsə, əli ilə onu tutmaq, hətta ona baxmasın. Yəni, əlinlə tut. Hətta vacib bir şey deyil, xəbərdir, eşitmək istəyirsən. Əlinlə tutasan, bağlayasan ki, görməyəsən onu. Çünki qadınlara baxmaq haramdır. Yəni, Allah Azze ve Celle kişilərə haram edib. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Fadl ibn Abbas, kimdir Fadl ibn Abbas, qardaşlar? Ha? Fadl ibn Abbas kimdir? İbn Abbasın qardaşı. Peyğəmbər sallallahu aleyhi ve sellem əmsi oğlu. Necə ki, bu hədisi o nəsiyyət elədi İbn Abbas, onun qardaşıdır. Bir dəfə miniyin arxasında Peyğəmbər sallallahu aleyhi ve sellemin mininin tərkindəydi. Bir qadın gəlib soruşur ki, ya Resulallah, mən anam qocadır, yaşlıdır. Onun adından həcc edə bilərəm. Soruşanda Peyğəmbər sallallahu aleyhi ve sellem qadına baxanı, biz Peyğəmbər sallallahu aleyhi ve sellem ümmətin asası olub. Necə ki, yəni Əhzab surəsində Allah Azze ve Celle buyurur, və əzvacuhu ummuhatuhum, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələri ümmətin analarıdır. Bir digər bir qirayət var, Əhəd qirayətlərdir ki, və huvə əbəuhum, deyir ki, Peyğəmbər də sizin atanızdır, deyir. Hansı cəhətdən? İman cəhətdən. İman cəhətdən. Ona görə hər bir ümmətin atası, Peyğəmbər hər bir ümmətin atası sayılır. Necə ki, Lut əleyhissalam deyir ki, neyinirsiniz siz kişilərlə? Yəni, bilirsiniz, onun qövmü, yəni, kişilərə şəhvətlə yaxınlaşırdılar. O deyir ki, neyinirsiniz kişilər? Yəni, qızlarımla, yəni, evlənin. Yəni də təfsir alimləri deyir, qızlarımla, yəni qövmün qızlarını qəsd edir. Çünki o qövmün atasıydı. Yəni, qövmünün qızı, yəni öz qızlarını yox, yəni. Yəni, bütün qövmün qızları, yəni qövmün qızları var, niyə kişilərlə evlənirsiniz? Kişi ilə evlənərmi? Subhanallah. Yəni, Peyğəmbərlər qövmünün ataları sayılır. Və deyir ki, Fadl ibn Abbas da Peyğəmbər sallallahu aleyhi ve sellemlə bərabər qadına baxanda Allah Resulü üzünü çevirir, üzünü və çənəsindən tutur, deyir ki, sən baxma, sənə baxmaq olmaz. Deməli, qadınlara baxmaq olmaz. İnsanın gözünü qoruması Allahı qorumaqdan sayılır. Qulağını haram eşitməkdən qoruması və həmçinin insanın dilini qoruması, hansı ki, dil, bütün bəlalar, bütün problemlər dilə görə olur. İzə asbəhə bin Ədəm və innə Allaha kulləhu tukəffiru lisən. Adəm övladı səhərləyən kimi bədən üzvləri müraciət edir dilə. Deyir ki, ey dil, ya lisən ittəqilləh finə. Deyir ki, ey dil, bizim haqqımızda Allahdan qorx. İnnəmə nəhnu bikə. Biz sənə görəyik, izə əvacəcdə əvacəcnə. Əyri olsan, əyri olarıq. Və izə istəqam təstəqamnə. Sən doğru olsan, biz də doğru olarıq. Deməli, bütün bədən üzvləri dilə görədir. Dil nə danışırsa, subhanallah, insanın o, yəni ki, müvəffəqiyyətindən gedir. Ona görə, necə ki, Həsən el-Basri, rahiməhullah, deyərdi ki, deyir, insanlar danışmağı əməldən görmürlər. Əgər danışmağı əməldən görsələr, yəni o yazılır. Nə danışırsan yazılır, əməldir bu. Əgər danışmağı əməl kimi görsələr, onların danışmağı azalar. Onların susmağı çoxalar. Ona görə, yəni, dil danışırsa bil ki, əməldir, yazılır. Mə yəlfizu min qavlin illə lədeyhi rəqibun atid. Onun danışdığı elə bir söz yoxdur ki, yəni yazan iki mələk olmasın. Yəni, hər iki mələk yazır, hər nə danışırıq. Və həmçinin Allahı qorumaq, yəni başı qorumaq, yəni başda olan. Həmçinin bətni qorumaq, necə ki, Bəhram müəllim gözəl faydalardır, çox uzatmıram burada. Əgər insan Allahı qoruyarsa, Allah da insanı qoruyur. İnsanın Allahı qoruması iki növdür. Birincisi, insanın malını qoruması. İnsanın bədənini qoruması. İnsanın ailəsini qoruması. İnsanın övladını qoruması. Bu Allahın qorumağındandır. Yəni, kim Allahı qoruyarsa, Allah da onun malını, mülkünü, övladını, ailəsini, bədənini qoruyar. Subhanallah. Amma insanın Allahın bədənini qoruması bu mütləq olaraq Allahın sevgisinə bağlı deyil. Çünki bu rububiyyət nemətidir. Yəni, ola bilər hər hansısa bir insanın bədəninin hansı hissəsi qorunmuyub. Bu o demək deyil ki, yəni o insan, yəni Allah sevmir onu. Xeyr, çünki bu rububiyyət nemətidir. Rububiyyət neməti Allahın sevgisinə bağlı deyil. Çünki bu kafirdə də olur, mömində də olur. Ha? Amma kim əgər Allahı qoruyarsa, Allah Azze ve Celle söz verib ki, onu qoruyacaq. Necə ki, Allah Azze ve Celle buyurur ki, Ləhu muaqqibatun min beyni yədeyhi və lə min xalfihi və min xalfihi
yahfazunahu min emrillah. Deyir ki, onun muaqqibətləri var. Yəni Allahın muaqqibətləri var. Muaqqibət nədir? Yəni əcəllər, tutan insanı tutan şeylər, qədərlər. İbn Abbas deyir ki, muaqqibət mələklərdir. İnsanı bütün şərlərdən qoruyurlar. Allah müvəkkil eləyib. Birdən Allahın qədəri gəlsə dala çəkilirlər. Birdən Allahın qədəri gəlsə dala durur ki, artıq bizlikdə Allahın qədəri gəlir. Deməli, insanı qoruyan kimdir? Allah. Və həmçinin ikinci qorunmaq insanın Allah imanını qorumasıdır. Bu qoruma sırf %100 Allahın məhəbbətinə bağlı bir qorunmaqdır. Əgər kiminsə Allah imanını qoruyursa, bil ki, Allah onu sevir. Hətta bədənini, malını, ailəsini, övladını qorumasa belə. Deməli, insanın imanının qorunması əsl meyardır ki, Allah onu sevir. Deməli, ihfazillah yahfazak. Allahı qoru ki, Allah da səni imanını qorusun. Çünki əsl fayda verən də imandır. Və mən əradəl əxirə. Kim axirət diyarını istəyərsə, və sə'ələhə sə'yəhə. Və onun üçün çalışarsa, fəuləikə kənə sə'yuhum məşkura. Deyir ki, o kəslər ki, onlardır ki, onların səyləri təşəkkürə layiqdir. Və bunları, yəni, xüsusən öyrətmək lazım. Nəinki övladlara, nəinki uşaqlara, bütün insanlara. Nə qədər insanlar var ki, görürsən bu faydaları, hələ bu hədisin bir hissəsidir. Bir cümləsi, baxın, bir cümləsinə nə qədər, yəni alimlər faydalar deyirlər. Allah Azze və Cellə'dən diləyirəm ki, bizi bilmədiklərimizi öyrətsin. Və bizim övladlarımızı salihlərdən etsin. Və bizim qardaşımızın, baba qardaşını da övladın salihlərdən eləsin. Allah qorusun şeyximiz Ağali müəllimi də, həmçinin şeyximiz Bəhram müəllimi də və bütün elm tələbələrini, alimlərimizi, onlar bizim əziz müəllimlərimizdir, əziz şeyxlərimizdir. Allah bütün qardaşlarımızı da qorusun, mehribançılıq eləsin. Allah Azze və Cəllə ölkəmizi qorusun. Bütün şərlərdən əmin-amanlıq etsin. Və həqiqətən əmin-amanlıq neymətdir, dua etmək lazım. Həqiqətən dua çox təsir edir. Biz onu görsək, bizim dualarımızın təsirini görsək, bəlkə bizə ucub gələr. Ona görə Rəbbimiz təsiri edir, amma göstərmir bizə. Ona görə insan tez özündən təəccüblənəndir. Allah bizi bağışlasın, Allah sizdən razı olsun, gözəl məclis etsin. Və axiru da'vana elhamdülillahi rabbil alamin. Sallallahu əleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi ecmaîn. Allah razı olsun. Cəzakumullah xeyran. Bir də təşəkkür edirəm.